Və sonda, qarşıdan gələn bayramlar münasibəti ilə El televiziyasında sahə xidmətlərinin əməkdaşları arasında futbol turniri keçirilib. Gərgin keçən oyunlarda Xəbərlər xidməti qalib adını qazanıb. Daha ətraflı qarşıdakı sujetdə. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə El televiziyasının xidmət sahələri arasında mini futbol turniri keçirildi. 2 gün davam edən yarışda 6 komanda mübarizə apardı. Qalib adı uğrunda xəbərlər, layihələr, texniki, operator, proqram, təsərrüfat və nəqliyyat xidmətinin işçiləri yarışdılar. 2 yarım qrupda keçirilən görüşlərdə qrupu birinci yerlə başa vuran komandalar finala vəsiqə qazandılar. Həlledici oyunda isə təsərrüfat və nəqliyyat xidməti ilə xəbərlər üz-üzə gəldi. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşmədi. Görüş 3-3 hesabı ilə başa çatdı və qalibi müəyyənləşdirmək üçün penalti seriyalarına müraciət olundu. Penaltiləri dəqiq yerinə yetirən Xəbərlər xidmətinin əməkdaşları turnirin qalibi adını qazandılar. Yarışdan sonra komandaların mükafatlandırılması mərasimi oldu. El televiziya şirkətinin baş direktoru İqbal Məmmədəliyev və yarışın baş hakimi Valeh Mirzəliyev çıxış edərək fərqlənən komandalara təbriklərini çatdırdılar. Ardınca qaliblər təltif edildilər. Turnirin ən yaxşı qapıçısı Elçin Baxşalzadə və yarışın bombardiri Rüfət Hüseynov təşkilatçılar tərəfindən diplomla mükafatlandırıldılar. Turnirin qalibi olan Xəbərlər xidməti isə diplom, medal və kubokla təltif olundu. Elmir Həsənov, Bəhruz Musayev, Samir Mirzəliyev, Yevlax.